Bugünkü maşınımız Mitsubishi Outback 2 sadə motordur. Biz bu günləri bu maşında sveçaları dəyişəcəyik inşallah. Yəni Azərbaycan dilində desək, şamları dəyişəcəyik. Bunun üçün ilk növbədə nə etmək lazımdır? İlk öncə babinlərə gedən toku ayırmaq lazımdır. Yəni ştekeri ayırmaq lazımdır. Yəni videoda tezləşdirilmiş variantda və ya kəsilmə olmayacaq. Sonra növbəti atdığımız əlavə birləşmə babinlərin, yəni müştüklərə gedən kabelləri ayıracağıq babinlərdən. Bu da çox sadədir. Sadə üsuldur yəni. Hər çıxardıqdan sonra ümumiyyətlə babinləri yoxlamaq məsləhətdir. Üzərində yağ olub olmamağı barəsində məlumat üçün, yəni bilək ki, salnik buraxır yoxsa yox. Növbəti atdığımız əsas babinləri açmaqdır. Onların da üzərinə 10 açarını açırıq. Yəni kim nə istəyirsə istifadə edə bilər, tişörtka və ya açar. Açılışı çox rahatdır, yəni çox sıxmaq olmaz. Açını da bağlayanda çox sıxmaq olmaz. Yəni İngilizcə hərəkətlərlə açılır yəni. Sağda gördüyünüz babindir yəni. Baxırıq ki, həmişə müştüyün başı yağlı olmasın. Yağ varsa bilmək lazımdır ki, salnik qızı buraxır. Buyuruz. Növbəti atdığımız uzadıcı ilə 16 qalovka açardır. Sırf sveçanı açmaq üçün yuvaya daxil edirik. Belə bir açardır, yəni uzadıcı istifadə etmişik tişörtkanın başında. Ona İngilizcə sıxanı da açıb bağladıqdan İngilizcə hərəkət etmək lazım, çünki korpusu zədələyə bilərik. Nümunə olaraq göstəririk, yəni rahat çıxarma üsulunu. Çünki açarını tutmaq olmursa, onun ən asan variantı sadə müştüyü götürürük. Burada gördüyünüz kimi üzərinə qoyulan kamuflaj eləsin. Üzərinə qoyulan sadə sveçadır. İridium deyil. İridium ucu iynə kimi olur. İndi yenisini qoyanda biz iridium almışıq. Yəni Massimo firmasının sveçasını istifadə edəcəyik. Model olaraq budur. S101 modeldir. Yəni indi yenisini qoyanda göstərəcəyik. Bunun ucu gördüyünüz kimi köhnə variantdır. Yəni köhnə avtomobilə gedirik. Standart, yəni bildiyimiz sveçadır. Buranın yəni kəsəcəm bildiyinizdən 4-ünü də açırıq. Çıxardıqdan sonra davam edəcəm videonu. Qeyd etdiyim kimi həmin o başlıqla çıxardı. Yəni içində isə bu açar yoxdursa, yəni çıxartmaq istəyirsən. Yəni belə deyilir, sveçanın başlığının üzərində açarın üstünə, rezin içərisində olur. Kimdəsə olur ki, sadə olur. Onunla tutmaq olmur sveçanı çıxartmaq. Yəni bununla faktiki olaraq göz görürük ki, yəni bunu saldığın üstünə çıxartmaq olur yəni üzərinə. Üstündə rezin olduğu üçün və şimdi rezin quruyub bizdə deyə biraz rahat deyil. Rezin var deyə avtomatik sveçanı tutur. Kimdəsə o açar yoxdursa, sadə üsul göstəririk. Yəni, sadə bildiyimiz babinlə də özünlə sağa keçirdik sveçanın başına. Və çətin olur çox vaxt. Yəni, keçəndən sonra başının üstünə tam basırıq üstünə axıra kimi. Çıxardırmaq lazım idi. Sadə müştü götürürük, keçirdik sveçanın başına. Sveçanı tam yapışsın deyə. Sadə üstündən qaldırır, yəni kimdəsə yoxdursa belə oluyor. Mütləq hər də çıxardan sveçalara baxmaq lazım, yağlı olmasın çox.
Gördüyünüz kimi təmizdir sveç. Ümumiyyətlə sveçlər hər standart olaraq yəni bizim Azərbaycan yanacağına əsasən minimum yəni ən tezi 25.000, ən geci 35.000-dən bir dəyişilməlidir. Yəni əks təqdirdə yəni sveçlər yanır, yəni sveçlərin müddəti yəni o qədərdir yəni. Çox adam çox usta yəni deyir ki, qoy üstünə xarab olana kimi, amma elə deyil. Hər bir sveçanın ömrü var. Hər bir sveçan alanda qutunun üzərində qeyd olunub ki, maksimum gediş 40.000, 30.000. Sveçanın sveçaya fərq var. Yəni platin sveçlər var ki, onlar çox bahadır, amma ki onların ömrü 90.000 kilometrdir. Biz qoyduğumuz indi standart bayaq qeyd etdiyim kimi iridiumdur. İridiumdakı maksimum belə deyək də, yəni ki, ideal benzin 95 ilə sürülsə 60.000, 65.000 kilometr yol sürmək olar. Sadəcə indi biz baxmaq istəyirik motor mühərriyin çilininin hansı vəziyyətdədir. Ona görə də biz indi kameradan istifadə edəcəyik. Onu indi video müəyyən müddətə saxlayıram. Kameranı hazırlayıb çəkəcəm. Biz indi mühərriyin içinə baxacağıq, yuvalara vəziyyət nətərdir Porsche'nin başı. Gördüyümüz kimi təmizdir Porsche'nin başı. Yəni, keyfiyyətli yanacaqla istifadə olunduğuna görə Porsche'lər təmizdir. Üçüncüyə baxaq, 4-ə baxdıq, 3-ə baxaq. Yəni biz Porsche'nin başına baxacağıq, yəni hal-hazırda növbətdə atdığımız quraşdırma olacaq. Gördüyünüz kimi Porsche'nin təmizdir başı. İkinci Porsche'nin başına baxaq. Yüzdə yanıqlar var, amma təmizləmək olar bunu. Bu barədə daha ətraflı olaraq yenə yeni təmizləyici maddəsindən istifadə edib göstərəcəm sizə necə təmizləmək olar Porsche'nin başını. Raskasovka deyirlər ruslar buna. Yəni biz Porsche'nin başını təmizləyən video çəkiliş edəcəyik. Yəni sadəcə ikinci Porsche'dan başqa digərləri təmizdir. İkinci Porsche'nin biraz üstü kirlidir. Onu təmizləmək olar. Problem deyil. Yəni keyfiyyətli yanacaqla yanan avtomobildə heç bir problem olmur hətta. Belə atdığımız indi yeni aldığımız sveçalarda onu quraşdırırıq inşallah. İndi aldığımız iridium sveçaları inşallah üstünə qoyulacaq. Onu da baştan sizə göstərim indi. Gördüyünüz kimi başlığı iğnə kimi olur. Iridium sveçaları. Üstündə də iridium yazılır. Yəni bu Masumo firmasının iridium sveçasıdır. Modeli S101i modelidir. İnşallah bunu quraşdıracağıq. Və bir amma bildirmək istəyirəm. Ustaların çoxu bilmədikdən çox vaxtı bunu götürürlər, belə qoyurlar, barmağı ilə belə aşağı buraxırlar. Bu düzgün variant deyil sveçanı quraşdırmaq. Çünki uc hissəsi dəydikdə zədələnə bilər. Yəni bu uc hissəsi zədələnsə, avtomobildə yanma zamanı mühərriyin içinə gedə bilər və motor vura bilər. Yəni onu etmək olmaz. Yəni bildiyiniz kimi yəni göstərir. Açarın üzərinə, yəni kimdə yoxdursa babinlə aşağı indirilir. Yəni babinlə, yəni indi göstəririk, açarla göstərəcək və babinlə göstərəcəm sizə. Müştüyün üstünə keçiririk, yəni səliqəli şəkildə, asta şəkildə. Heç bir zədə görməsin başlığı. Olmaz yəni o sveçanı atmaq, yəni əllə buraxmaq. Kimdə yoxdursa, yəni bildirirəm, açar yoxdursa, sadə müştüyü götürürük, yəni maşında sadə müştüyüdür. Sadə müştüyü götürürük. Çalış yəni açar olsun da sizdə, yəni. Baxalı bir şey deyil, yəni. 16 açar, qalovkalı açardır, yəni. Sadə şəkildə yavaş-yavaş endiririk aşağı, bağlayırıq yüngülcə. Əllə sıxırıq elə bir, açarla elə yox. Hamısını sıxdıqdan sonra inşallah növbəti atdım açarla sıxmaq olacaq. O da qol gücünə görə sıxmır da, var gücünə sıxmır. Yəni gücə hiss eləmək lazımdır ki, gücə sıxıldı və ondan bitirmək lazımdır. Sona qədər sıxmaq olmaz. Yəni indi növbəti atdım açardan yox, müştüyünü göstərəcək. Müştü də eyni vəziyyətdədir. Çalırıq üstünə. Bəs eşitdiniz səs, yəni çıx səsi gəlməlidir. Keçəcək üzərinə, yəni. İngilizcə yəni kimdə alınmır, yəni belə ən gözəl və rahat üsulu yəni budur.
İngilizce sıxandan sonra üstünə bağlandı hiss edirsən, müştüyü çəkirik, çıxardıq. Yəni ən asan yolu budur. Sonra açarı, yəni içində rezinli açarı yoxsa sadə 16 qalavkanı, uzun qalavkanı sarıq, sıxırıq, yəni yüngülcə. Yəni sərgələ görülən hər bir işin əlbəttə atdığına qədər, yəni dəyişilməyə qədər daha keyfiyyətli özünə aparması olur sveçanı. Yəni elə etməliyik ki, gördüyünüz hər bir işdə heç bir şey zədələnmə baş verməsin. Avtomobilin ömrü də uzun olur onda olduğu tərzdə. Sonuncu yoxlanış daha etdik və indi açarla sıxacağıq. Yəni bildirdiyim kimi açarla çox bərk sıxmaq olmaz. Yəni qol gücündən sıxmayın. Hiss etmək lazım ki, bu bağlandı, yəni sveça. Yəni biz trişotka deyirik açarla bağlıyıq, yəni özü bağlayan deyirlər Azərbaycan dilində. Yəni sıx əl hiss edəndə gördük, diləndi, dayandı. Yüngülcə sıxıntı edirik və ona yetinərik. Yəni var gücümüzlə basıb sıxmırıq ki, basınç zamanı orada zədələnə bilər rezba və sarbat eləyə bilər. Gördüyünüz kimi ustamız sıxır. Görürsünüz, sıxır. Hiss etdiyi sıxıldı, yüngülcə güc veririk. Əssalam, ona kifayətlənirik. Hiss etmək lazım. Sıxmaq lazımdır ki, yəni boşluq qalmasın, hava çəkən yerdə olmasın. Sonuncu yoxlanışda edirik. Və yekunlaşdırırıq. Bağlama ardıcılığı da açdığımız ardıcılıqlandır. Əsas babinləri salırıq ilk öncə. Onu açarla bağlayırıq qaykalarını. Botdan bağladıqdan sonra növbədə atdım digər sadə müştüklər taxılacaq. Yəni sadə motor və turbo motorlarda bu avtomobil Mitsubishi Arctic 2 sadə motorla turbo motorlarında 2 babin olur və 2 dənə sadə müştük birləşmiş yəni olur. 2 sadə müştük sayəsində, 2 babin sayəsində digər 2 müştük də ümumilikdə 4 sveçanı qidalandırır, yəni 2 babin. Amma 2-4 GDI motorlarında isə 4 babin olur. Onların hərəsinin öz üzərində göstərdiyim babindən 4 ədəd olur. Yəni onlarda sadə müştük olmur. Yəni biz çəkdiyimiz videoda sadə 2 motordur. Eyni şey turbo motorunda da eyni şeydir. Yəni onda da 2 dənə babin və 2 müştükdür. Sonra müştüklə taxırıq digər babinləri, yəni kiçik babinləri, köməkçi babinləri. Hər tağanda mütləq yoxlamaq lazım. Tam oturduğu barəsində yoxlamaq lazımdır. Əmin olaq ki, tam oturub. Hər hansı bir sveça oturmasa, qidalanma olmasa, həm yanacaq sərfiyyatımız düz olmayacaq, həm də ki, maşında titrənməni hiss edəcəyik. Sonda iştəkirləri taxırıq. Qidalanma kabellərini. Bununla da yekunlaşdıq. 2 sadə motor. Mitsubishi Arctic. Kimin nə sual olsa kommentlərdə aşağıda yaza bilər.